Əbədi qayıdış nəzəriyyəsi haqqında danışacağıq. Əbədi qayıdış nəzəriyyəsini daha çox Friedrich Nietzsche'nin adı ilə bağlayırlar. Ancaq onun kökləri çox qədimlərə gedib çıxır. Hind fəlsəfəsində samsara deyilən ruhun davamlı şəkildə yenidən doğulması anlayışı var. Nietzsche'nin fikrincə əbədi qayıdış kosmik yox, eksistensial təcrübənin ifadəsidir. Bu anlayış fəlsəfədən çıxıb sənətin, mədəniyyətin bütün sahələrinə nüfuz edən belə bir sual ətrafında olan düşüncələr dəstidir, düşüncələr toplusudur. Əgər həyatın bir anını əbədi olaraq yenidən yaşamalı olsaydıq, həmin həyatı yenə də sevərdik, seçərdik. Bu cür fəlsəfi suallar, paradokslar Borgesdən Kunderaya qədər xeyli müəllifi cəzb eləyib. Məsələn, Borgesin xeyli hekayəsində personajlar eyni zaman kəsimində bir neçə halı yaşayırlar. Cavanlıq öz qocalığı ilə görüşə bilir. Yəni insan özünün çoxsaylı surətləri ilə birgə yaşayır. Daha dəqiqi yenidən yaşayır. Kundera mövcudluğun dözülməz yüngüllüyü adlı əsərində ağırlıq və yüngüllük anlayışları vasitəsilə başqa bir yanaşma da təklif edir. Deyir ki, əgər həyatı bir dəfə yaşayırıqsa, heç kim ölüb təzədən dirilmirsə, deməli heç nəyin ağırlığı yoxdur. Ona görə də bu həyatdakı hər şey əslində mənasızdır. Nietzsche isə deyirdi ki, məna, anlam təkrarın ağırlığından yaranır. Əbədi qayıdış nəzəriyyəsi ədəbiyyatla qohumdur. Belə ki, müəyyən mənada hər oxucu oxuduğu mətni yenidən yaradır. Hər kitab, hər yeni oxucu ilə əbədi qayıdışın məntiqinə tabe olur. Əslində hər yazıçı əsrlər boyu danışılmış, yazılmış hekayələri yenidən, təkrarən, özünə məxsus formada yeniləyir, təkrar edir. Sujetlər əbədi qayıdışa tabedir. Müasir ədəbiyyatda Nobel mükafatı laureatı Kazuo Ishiguro'nun Məni əsla tərk etmə romanında da əbədi qayıdış motivi var. Romanda əhvalatlar qapalı bir yetimxanada baş verir. Burada uşaqlar lap çağa vaxtından böyüdülür. Onlara hər şey öyrədilir. Romanı oxuduqca öyrənirik ki, əslində buradakı uşaqlar, cavanlar yetimxanadan kənardakı dünyanın, hasarın o tayındakı insanların klonlarıdır. Onlar öz klonlarını düzəltdiriblər. Körpəlikdən bu klonlar sağlam şəkildə yetimxanada böyüdülür ki, bu varlı adamlardan kimsə xəstələnsə, məsələn, böyrəyi sıradan çıxsa, 20 yaşlı klonun böyrəyini ona köçürsünlər. Bu klonlar 25 yaşına qədər yaşayırlar və adətən 4-cü əməliyyatdan sonra ölürlər. Müəllif belə bir sual qoyur. Bizim bu cür insan kopyalar yaratmağa etik haqqımız varmı? Çünki bu insan kopyalar həyatı tamamilə əbədi qayıdışa tabe şəkildə yaşayırlar. Eyni məktəbə getməlidirlər və sonları da eyni cür olacaq. Julian Barnes'ın Aqibət duyğusu romanında isə yaddaş əbədi qayıdışın bir şərhi kimi görünür. Çünki müəllifin fikrincə keçmiş heç vaxt keçmişdə qalmır. Yaddaş varsa təkrar qaçılmazdır.